88 nömrəli suala baxaq. X maddəsinin üzərinə HCOH gələn zaman su və Y maddəsi alınır. Biz bilirik ki, efirləşmə reaksiyası zamanı, yəni spirt üzərinə karbon turşusu gələn zaman mürəkkəb efir, bir də su ayrılacaqdır. Deməli, burada götürülən X maddəsi spirtdir. Hansı spirtdir? Gəlin bunu müəyyən edək. Yadınıza gəlirsə, mürəkkəb efirlərin hidrolizi zamanı karbon turşusu RCOH və bir də ROH alınır. Yəni, hidroliz zamanı müəyyən edə bilərik ki, mənim mürəkkəb efirim hansı spirtdən və hansı turşudan əmələ gəlibdir. Cavablara baxanda, yəni verilən reaksiyaya baxanda görürük ki, burada götürülən spirt CH3OH imiş. Doğru cavabımız olacaqdır B variantı. 9 nömrəli suala baxaq. Xoş ili mayenin hidrolizindən tərkibində eyni sayda karbon atomları olan iki maddə alınır. Bunlardan birinin gümüş piroksidin NH3 məhlulu ilə reaksiyasından CO2 alınır. Maddəni müəyyən edin. Xoş ili maye deyirsə, burada mürəkkəb efirlərdən danışır. Ümumiyyətlə, mürəkkəb efirlərin bir çox nümayəndələri xoş ilidir. Gəlin bunun hidrolizinə baxaq. Mürəkkəb efirlər, yəni RCO, kimi yazsaq, bunların hidrolizi zamanı karbon turşusu RCOH və bir də spirt alınır, bir atomlu spirt. Bizdə şərtdə deyir ki, karbon atomlarının sayı bərabər olan iki maddə alınır və bunlardan biri gümüş piroksidin NH3 məhlulu reaksiyaya girir. Ümumiyyətlə, bir atomlu spirtlər gümüş piroksid ilə reaksiyaya girməyəcəkdir. Amma karbon turşuları içərisində yalnız deməli, qarışqa turşusu gümüş piroksidin suda məhlulu ilə, daha doğrusu amoniyakdakı məhlulu ilə reaksiyaya girəcəkdir. Gəlin o reaksiyanı yazaq. HCOH üstə gəlinsin gümüş piroksid. Alınacaqdır sərbəst gümüş, karbon qazı və su. Deməli, və şərtdə də deyir ki, reaksiyasından CO2 alınır. Burada söhbət karbon turşusu kimi qarışqa turşusundan gedir. Və şərtdə də deyir, eyni sayda karbon atomu olsun. Məsələn, bu mürəkkəb efirin ümumi formunu yazsaq, HCOCH3 olar. Həm spirt hissəsində, həm də turşu hissəsində eyni sayda karbon atomu olmuş oldu. Bu maddəmiz formiat turşusunun metil efiridir. Doğru cavabımız D variantıdır. 94 nömrəli suala baxaq. Bizdən deyir ki, hidroliz reaksiyasını göstərir. Hidro-su-liziz parçalanmadır. Birinci reaksiya efirləşmə reaksiyasıdır. Bir atomlu spirtlə karbon turşusu arasında gedir. Bunu çıxdıq. İkinci reaksiyada düzdür. Su iştirak etsə də bu parçalanma yox, hidratlaşma reaksiyasıdır. Bir atomlu spirt alınacaqdır. Üçüncü reaksiyada isə mürəkkəb efirlə suyun reaksiyasıdır ki, bu da hidrolizdir. Eyni zamanda dönərli işarəsi var. Burada karbon turşusu kimi CH3, COH və bir də CH3OH alınacaqdır. Doğru cavabımız C variantıdır. Nömrəli suala baxaq. Efirin praktiki çıxımı 50% olarsa 1 mol metil asetat almaq üçün lazım olan sirkə turşusunun kütləsini hesablayın. Yəni, daha doğrusu müəyyən edin. Metil asetatın formulunu yazaq. CH3, COCH3. Deməli, sirkə turşusundan CH3COH metil asetatı almaq üçün bunun üzərinə biz metil spirti gəlməliyik. Reaksiya 1:1 nisbətində gedir, əmsala ehtiyac yoxdur. Deməli, 1 mol metil asetat 50% ilə alınır. Bəs yaxşı, 100% nə qədər alınır? 2 mol. İndi gəlin bura yazaq. 2 mol bundan istifadə edərək reaksiyaya girən sirkə turşusunun kütləsini taparıq. Burada yazaq 60, burada yazaq 1 mol. X-imiz deyiləcəkdir 120 qram. Və salam, B variantı.
Bir əsaslı doymuş karbon turşusu ilə etil spirtinin reaksiyasından 10,2 qram mürəkkəb efir və 1,8 qram su alınır. Gəlin reaksiyamızı yazaq. Bir əsaslı karbon turşusu üzərindən gələcək etil spirti C2H5OH. Birindən H, birindən OH çıxacaqdır. Alınacaq RCO C2H5, bir də su alınacaqdır. Bizə deyir 1,8 qram su, bir də 10,2 qram mürəkkəb efir olacaqdır. İndi mən burada mürəkkəb efiri sadələşdirmək üçün, yəni az vaxt itkisi olsun deyənə bu formada yazacağam. CnH2O2 kimi hesablama rahat olsun. Üstə gəlinsin su. Mənə lazım olan hissə budur. Yazıram 10,2, 18, buraya yazıram 14'in üstə gəlinsin 32, burada yazıram 18. Daha doğrusu burada 1,8 qram su alınır. Bunları ixtisar eləsəm 0,1 olur. 0,1 ilə bu çıxsa olacaq 102. Deməli 14'in üstə gəlinsin 32 bərabərdir 102-yə. Deməli 102-dən 32 çıxasa 70, 70-i də 14'ə bölsək 5 olacaq. Deməli mənim mürəkkəb efirimdə 5 dənə karbon atomu var. 5 dənə karbon atomu varsa, ikisi spirtə aid olan hissədir. Yerdə qalır 3'ü, o da karbon turşusuna aiddir. Yəni mənim formulum C2H5CO C2H5 olacaqdır. Məndən də turşunun nisbi molekul kütləsini soruşur. Mürəkkəb efirimizdə turşuya aid olan hissə bax budur. Deməli turşumuzun formulu C2H5COH-dır. Qısaca olaraq C3H6O2-dir. İndi bunun emerini tapsa 36 üstə yansın, 6 üstə yansın, 32. 36 ilə 6'nın cəmi eləyəcəkdir 42. 42 ilə 32'nin cəmi eləyəcəkdir 74. Doğru cavabımız C variantıdır. Nömrəli suala baxaq. 3,7 qram propion turşusunun bir atomu doymuş spirtlə reaksiyasından 4,4 qram mürəkkəb efir alınmışsa, spirt molekulunda neçə karbon atomu var? Deməli, propion turşusunun formulunu yazıram. C2H5COH üstə gəlinsin. Spirti bilmirəm. ROH kimi yazaq. Alınacaqdır. C2H5COR üstə gəlinsin su. Mürəkkəb efirimiz 4,4 qramdır. Propion turşusu 3,7 qramdır. Tamam. Buradan eri. Gəlin belə yazaq. CnH2 plus 1 kimi. Plus 1 kimi yazaq. O suyu da burada kənarda qeyd edək. Tamam. 3,7 qram budur. İndi propion turşusunun emeri də bayaqlarım tapmışdıq. 74 qramdır. Bu hissəni də yazsaq. Deməli, ümumi formulu necə olacaqdır? C3H5O2 kimi yazaq. C3H5O2 kimi CnH2 plus 1. Emeri yazmaq üçün bu şəkilə saldım. C3H5O2. Deməli, 36 üstə gəlinsin 5, üstə gəlinsin 32, üstə gəlinsin 1. Deməli, 6 burada 42. 42. Üstə gəlinsin 32, 74. Buraya yazacağıq. 74 üstə gəlinsin 14N. Tamam. Bu da bizim mürəkkəb efirimizin emeridir. 37 ilə bunu ixtisar eləsək, 0,1'dir, bura qalacaq 2. Yazacağım 74 üstə gəlinsin 14N bərabərdir. 0,1-dən 4,4 gedəndə 44 qalacaq. 2'yə də vuranda 88 eləyəcəkdir. 14N bərabərdir 14'ə. N də bərabər olacaq 1'ə. Bizdən nəyə soruşur? Spirt molekulunda neçə karbon atomu var? N'in yerinə 1 qoysaq eləyəcəkdir CH3. Yəni bu CH3OH-dır. Bir ədəd karbon atomu olmuş oldu. Doğru cavabımız B variantıdır. 117 nömrəli suala baxaq. Deməli, cədvəldə doymuş mürəkkəb efiri A ilə ifadə ediblər. Yanma məhsulları mol sayını X ilə, bir də yanmasına sərf olunan oksigenin mol sayını Y ilə ifadə edib. Və bunların nisbəti, yəni X böl Y nisbəti 1,5 olmalıdır.
Gəlin birinci növbədə reaksiyamızı yazaq. CnH2nO2 mürəkkəb efirlərin ümumi formuludur. Oksigenlə reaksiyaya girdikdə karbon qazı və bir də su ayrılacaqdır. Karbon qazı mol sayı N, suyun mol sayı N olacaqdır. Oksigenin mol sayı isə 3N çıxılsın 2 bölünsün 2 olacaqdır. Bunu Y ilə ifadə edəcəyik, bunları isə X ilə ifadə edəcəyik. Yazaq, X bölünsün Y bərabərdir. Bunların cəmi, yəni X ilə ifadə edədiyimiz məhsullar mol sayının cəmi 2N olacaqdır. Y isə 3N çıx 2 böləcək 3N çıx 2 bölü 2-yə. Bunu da tərsinə yazacaq 3N çıx 2 vurulsun 2 bərabərdir 1,5-ə. Yazaq 4N bərabərdir 4,5N çıxılsın 3-ə. Deməli, N də bərabər olacaq 6-ya. Deməli, mürəkkəb efirdə 6 dənə karbon atomu var. C6 deməli H12O2 olacaqdır. İndi isə gəlin verilən şərtə əsasən mürəkkəb efirimizin formulunu qeyd edək. Bizə deyir, A maddəsinin hidroliz məhsullarından biri gümüş güclü reaksiyasına daxil olur. A maddəsi mürəkkəb efirdir. Formulumuzu yazaq. RCOR. Hidrolizi zamanı RCOH və bir də ROH, yəni spirt alınır. Burada bir atomlu spirtlər ümumiyyətcə gümüş güclü reaksiyasına girmir. Karbon turşuları içərisində yalnız qarışqa turşusu gümüş güclü reaksiyasına daxil olur. Yerdə qaldı, deməli, karbon turşusunda bir dənə karbon atomu var. Digərində isə 5 dənə olacaq. Niyə? Çünki biz demişdik axı, mürəkkəb efirimizdə 6 dənə karbon olmalıdır. 5 dənə karbon atomu olan spirtimiz də C5H11OH-dır. İndi bizə deyir ki, digərinin siniflər arası izomerini müəyyən edin. Ümumiyyətcə, bir atomlu spirtlər sadə efirlərlə izomerdir. Bunun sadə efirinin baxaq görə hansı olacaqdır? A bəndində deyir, D3-lü butil efiri. Ümumiyyətlə, bu uyğun gəlməyəcək. Niyə? Çünki sağ və sol tərəfdə 4 dənə karbon atomu idi. Gəl baxaq. Deməli, üçlü butili yazaq. O, üçlü butil. Məsələn, fikir verin. Burada görürsünüz ki, sağ və sol tərəfdə 4 dənə karbon atomu var. Ümumiyyətlə 8 edir. Bu ödəməyəcək. B variantına baxaq. Etil, propil, efiri. Doğrudan da bu ödəyir. 2 və 3 toplam 5 dənə karbon atomu olur. Doğru cavabımız B variantıdır.